Bildiyiniz bütün piraşki reseptlərini unudun. Əvvəlcə qaba 1 stəkan un əlavə edib, daha sonra üzərinə qaynar 1 stəkan su əlavə edirik. 1 xörək qaşığı maya əlavə edib bunları yaxşıca qarışdırırıq. 5-10 dəqiqə gözlədikdən sonra üzərindən un əlavə edəcəm. Qarışımın üzərinə 1 xörək qaşığı duz, 1-2 xörək qaşığı da dur yağ əlavə edirəm. Bunları yaxşıca qarışdırdıqdan sonra üzərinə 5 stəkan un əlavə edirəm. Un əlavə elədikdən sonra başlayıram yoğurmağa. Lazım olduqca un əlavə edə bilərsiniz. Və budur, xəmirimiz bu formada oldu. Üzərinə un səpib ağzını yaxşıca örtürəm ki, qoy xəmirimiz acısın. Daha sonra keçid alıram kartoşkanı həll eləməyə. Təxminən 1 kilo kartoşka götürdüm mən. Doğrayıb bu formada asıram. Kartoşkam bişdikdən sonra əzən yardımı ilə kartoşkaları yaxşıca əzib, üzərinə 1 ədəd qızardılmış soğan, keşniş, çüyüt əlavə edib yaxşıca qarışdırıram. Soyuması üçün başqa bir qaba əlavə eləyib qoyuram. Daha sonra xəmirimə kündələr vermək üçün əllərimi yağlayıram. Əlimə yağ vururam ki, xəmir əlimə yapışmasın. Bu formada balaca kündələr verib dincəlməsi üçün 5-10 dəqiqə gözləyirəm. Kündələrim də hazır olduqdan sonra ən birinci elədiyim kündədən başlayıb piraşkilərimi hazırlamağa başlayıram. Gördüyünüz kimi bu formada eləyib bükürəm. Piraşkim bu formada oldu. Daha sonra qaba un səpib piraşkiləri bunun içinə yığacağım. Un səpirəm ki, piraşkilərim qaba yapışmasın. Və budur, piraşkilərimiz bişməyə hazırdır. Qeyd edim ki, bu reseptlə hazırlasaz 27 ədəd piraşki alınacaq. Daha sonra qazana yağ töküb piraşkilərimi qızardıram. Dərin qabda qızartmağınız məsləhətlidir ki, yağ yayılmasın. Belə 3-3 mən qızartdım. Əgər siz istəsəz reseptin 2 qatını eləyə bilərsiniz. Bu zaman piraşkiləriniz daha çox olacaq. Hazırlayacaq olanlara nuş olsun. Göz haqqınızı halal eləyin. Səhifəmə takip edib videolarımı bəyənməyi unutmayın. İnşallah ki, yeni vloglarda görüşmək ümidi ilə hələlik.